Bizdə həm dodaq, həm damaq yarığı var idi. 6 aylığında biz dodağında xeyli klassik əməliyyat eləmişik. İndi hal-hazırda isə artıq damaq yarığına görə yaş yarımdır müraciət edib. Hal-hazırda sərt damaq və yumşaq damağın andan gəlmə tam yarığına görə bizə müraciət edib. Xəstə tam ümumi anesteziya altında açılıb. Hazırda əməliyyata indi infiltrasiya edib başlayacaq. Membranı koyuruq. Sert damaq arasına haradaki defektimiz var. Burada balaca perforasiya da var, həm də
tökəcəyimiz sümük toxumasının arxaya doğru tökülməsinin qarşısını almaq üçün qoyduq. İndi isə sümük materialını saxlayırıq. Davay açın görək. Tök hamısı. Aha. Biz rasfor belə çox tökmüşük də bura. Bu nədir belə? Biz rasfordur. Teks. Hamı rasforumuz burada. Burada suyumuz çoxdur. Dön. Evet. Sümeli yatırıcı maddemiz tökülür, sərt damağı hansı ki defekti var ora. Əməliyyatımız sona çatdı. Buranı plastik elədik, arxa divarı tikdik. Sərt damaq nahiyəsinə membranla sümüklə gətirici maddə qoyuldu. Yaxşı olardı ki, özündən götürürlər. O üçün valideynlər razılıq vermədiyinə görə sümük əmələ gətirici süni material qoyuldu və fiksasiya olundu. Sonra isə yara seyli qışa tikildi. Həmçinin sərt və yumuşaq damaq tikilməklə bərabər həm də alveol çıxıntının yarağı da var idi. Uşaq çox ağlağan uşaq olduğuna görə müayinə zamanı biz ağzının içini açıb baxa bilmədiyimizə görə biz onu görə bilməmişdik. Və müayinə əməliyyat zamanı yatsızdırandan sonra görürük ki, həm də alveol çıxıntıda qüsur var idi. Ona görə də alveol çıxıntı plastikası getdi. Dodaq yüyəni kəsildi və həmin alveol çıxıntıda olan qüsur, damaq yarığından gələn qüsur plastik olundu. Artıq tamamlandı. Bütün əməliyyat heyətinə təşəkkür edirik.